Salam, mən Turgut Məcidli, Göytürk əlifbası dərsləri kanalına xoş gəldiniz. Bu kanalımda mən Göytürklərin istifadə etdiyi Orxon Yenisi əlifbasını tədris edəcəm. Orxon Yenisi daş yazılarını əsasən Göytürk xaqanları istifadə edirlər. Bu əlifba 38 simvoldan ibarətdir. Göytürk əlifbası 1-ci dərs. Bu mətnlər sağdan sola doğru yazılırdı. Göytürk əlifbasındakı samitlərdən 10 samit səsin 2 işarəsi var idi. Qalın saitlərlə və incə saitlərlə işlənən. Bununla da türk dillərinin ahəng qanunu üzə çıxır. Qeyd edək ki, bu əlifbadakı işarələrin əksəriyyətinin mənası var idi. Yəni, əgər hansısa bir işarə müəyyən bir əşyaya oxşayırsa, onda bu əşyanı ifadə edən sözün baş hərfi həmin əşyaya bənzəyirdi. Gəlin, bu işarələrlə tanış olaq. İlk dərsimizdə bəzi samit səsləri öyrənəcəyik. Əvvəlcə bu samitlərin qalın saitlərlə işlənən işarəsinə nəzər salaq. Bu hərfi qədim türk dilində ab sözü ov deməkdir. Ona görə də bu işarə bir növ ov alətinə bənzəyir. N hərfi qədim türk dilində nağıt sözü Venera planetinin adı idi. S hərfi bu işarə asmaq feilini ifadə edir və asılmış əşyaya bənzəyir. T hərfi bu işarənin mənası atmaq feilidir və yaylı oxa bənzəyir. Y hərfi bu işarə yay formasındadır. K hərfi qədim türk dilində ak feili axmaq deməkdir. Bu işarə çay axıntısına bənzəyir. İndi isə bu hərflərin incə saitlərlə işlənən işarələrinə baxaq. B hərfi ep sözü ev deməkdir. Ona görə bu işarə qədim türk evinə, yəni türk çadırına bənzəyir. N hərfi qədim türk dilində en heyvan deməkdir və bu işarə heyvan formasındadır. S hərfi qədim türk dilində süngü nizə deməkdir. Amma bu işarə bəzən ş kimi də oxunurdu. T hərfi bu işarə ət sözünü ifadə edir və heyvan formasındadır. Y hərfi qədim türk dilində yegid feili qaldırmaq, yüksəltmək deməkdir və bu işarə qalxmış fiqura bənzəyir. K hərfi ek feili əkmək deməkdir və bu işarə əkinti alətinə bənzəyir.